Salam. Bugün biz yeni bir dərs keçəcəyik. Deməli, bu dərsin məqsədi Call Manager ilə Call Manager Express arasında bağlantı yaratmaq. Yəni gördüyünüz kimi bu bugünkü dərsin diaqramı Call Manager və Call Manager Express hərəsinə bir nömrə bağlanıb. Yəni misal üçün ofis nömrə bağlanıb Call Manager-a, ev nömrəsi bağlanıb Call Manager Express-ə. Təbii ki, belə deyək, sözün aslı belə bir konfigurasiya evdə, yəni istifadə etməyi demək olar mümkün deyil. Yəni bu sadəcə olaraq belə bir labdır. Yəni home belə deyək, buna biz misal üçün ad verə bilərik. İşləyən var, dəyişə bilmərik. Çünki yəni bunun fərqi yoxdur. Sadəcə olaraq yəni demək istəyirəm ki, bu ayrı bir yerlərdə yerləşdiyi yəni sistemlərdir. IP range də bizdə fərqlidir. Deməli, bu Call Manager-ın IP range-idir. Bu isə Home, Call Manager Express-in, yəni abunəçi, istifadəçilərin IP range-idir. Aralarında routing var, yəni bu bizim bu Call Manager Express öz voice funksiyasından əlavə də routing eləyir. Bir interfeysi bağlıdır bu hissəyə, bu şəbəkəyə, o birisi interfeysi bu şəbəkəyə. İki telefon, yəni bu telefonların nömrələri, bu misal üçün bizim ofis telefonumuzda 2000 nömrəsi ilə işləyir. Bu isə evdə olan 575 20 20 olan nömrəsidir. Yəni telefonumuzun nömrəsidir. Deməli, biz indi bu ev nömrəsindən çalışsaq, zəng eləyək. Misal üçün bu eşitdiyiniz qədər, yəni zəng mümkün deyil və həmçinin bu nömrədən biz çalışsaq yığaq. Eşitdiyiniz qədər mümkün deyil bu. Niyə görə? Ona görə ki, heç bir istiqamət, zəngin istiqaməti nə bu sistemə, nə bu sistemə verilməyib. Gəlin indi bunları birlikdə edək. Yadınızdadırsa, Call Manager Express-də bu çox asan bir yolla eğildi. Elənildi. Yəni yadınızdadırsa belə bir dərs biz keçmişdik. Dial peer. Adını qoyaq kimin? Bu IP. Veri destination pattern. Olsun 2 nöqtə. Session target IP 4 192 168 137 10. Bu bizim Call Manager Express tərəfdə olan konfigurasiya. Gördüyünüz qədər yenə də zəng getmədi. Niyə görə? Ona görə ki, Call Manager öz tərəfindən bu avadanlığı, yəni bu Call Manager Express-i görmür. Bunu görmək üçün bunu biz geri Call Manager üzərindən konfigurasiya edək. Ümumiyyətlə, konfigurasiyamız 3 hissədən ibarətdir. Birincisi, Voice Gateway, yəni bu Call Manager Express Voice Gateway kimi istifadə olunur. Call Manager-ı tanıdmaq. 2. Zəngin istiqaməti vermək, yəni bizim Call Manager-ımız 575 istiqaməti görsün və axırıncı bir hissə, sözün açığı biz ikinci konfigurasiya edəcək. Call Manager Express üzərində protokolun konfigurasiyası. Birincisi Gateway növü. Biz bir neçə, yəni gördüyünüz kimi bu avadanlığın siyahısıdır. IAD istifadə oluna bilər, ya da ki hansısa Cisco avadanlığı istifadə edə bilər. Biz gəlin seçirik H323 Gateway. Yəni bu seçimdən asılı olaraq protokol da seçilir. Yəni H323 ola bilər, MGCP protokolu ola bilər, ya da ki Skinny, HCCP protokolu, Cisco protokolu. Biz gəlin seçək H323 protokolunu. Device name. IP adresini avadanlığını versək kifayətdir. Device pool, new VoIP gateway group olsun. Bir neçə bir xeyli option var, hansını ki biz düzəldə bilərik, konfigurasiya bilərik.
Buna çok da ehtiyac yoxdur. Okey, save etdik. Gördüğünüz gibi status unknown, IP address unknown. Sözün açığı bizim bu gateway sistem call manager tərəfindən görülən zamanda status unknown qalacaq. Ona görə ki H323 protokolu misal üçün MGSP-dən fərqlidir. MGSP-də avadanlıq bağlanan kimi status registered olur. Burada isə necə unknown var, hələ də olacaq. Call Manager Express tərəfdən konfigurasiya çox sadədir. Birincisi baxaq görək. Biz IP-ni düz seçmişik. Bəli, düzdür. 137.1 interface fast 00. Deməli H323 gateway. Bizdə burada nə? VoIP interface. Yəni göstərir sistemə ki, bizim bu interfeysimiz H123 üzərində işləyəcək. Və bunun əlavə də IP adresə bağlayırıq. Bind source address 192.168.137.1. Bəs salam, bunun ilə də bizim H123 konfigurasiyası bitdi. Yəni çox sadə bir konfigurasiyadır. Bundan sonra biz Call Manager tərəfdə konfigurasiyonu apply edib, sonra da avadanlığı restart edərik. Yəni Call Manager özünə yox, Call Manager Express-i gördüyünüz qədər resetdən sonra IP adres bura gəldi. Bu deməkdir ki, bu bizim iki sistemimiz bir-birini görür. Yəni biz Call Manager Express-i Call Manager tanıtdıq. Aha. Gördüyünüz qədər zəng getdi. Yəni biz bu tərəfdən ofisdəki işçimiz, receptiondakı işçimiz zəngi qəbul edə bildi. Okey. İngilislər demişkən perfect. Amma əks görürsünüz ki, əks zəng gedə bilməz. Yəni Call Manager-dən biz Call Manager Express-ə hələ də zəng gedə bilmirik. Niyə görə? Ona görə ki, bu istiqaməti 575 istiqaməti tanıtmamışıq. Yəni bunu tanıdaq. Keçirik call routing-də. Root group. Yeni bir grup təyin edirik. Adı olsun, misal üçün home call. İki cür algoritm var. Circular və top down. Bu niyə istifadə olunur? Misal üçün bizim eyni istiqamətə, eyni root qrupa 2 dənə avadanlıq bağlıdırsa, yəni misal üçün bizdə burada görürsüzdə yəni istifadə edilə bilən cəmi bir dənə gateway var, amma misal üçün burada 2 dənə, 3 dənə olsa və biz algoritm circular qoysaq, deməli birinci zəng gedəcək birinci avadanlıqdan, ikinci zəng ikincidən və s. Yəni belə deyək, yükləməsinin balansirovkası olacaq. Amma seçsək top down, bütün zənglər birinci siyahıda olan birinci routerdan, gateway'dən keçəcəklər. O gateway nəsə olsa, onda keçəcək ikinci avadanlığa. Yəni bu active və active passive konfigurasiya seçimidir. Hal-hazırda bunun bizə heç bir dəxli yoxdur. Bizdə onsuz da cəmi bir dənə voice gateway var. Deməli bunu həmin bu voice gateway biz əlavə edirik qrupa və save vururuq. Bundan sonra yenə keçirik root hunt, root listi indi konfigurasiya etməliyik. Root listə yaradandan sonra biz bura root group əlavə edirik. Bir root grupumuz var, onu da əlavə edirik. Okey, save.
və axırıncı konfigurasiya root pattern. Yəni biz yaratmalıyıq belə deyək, yadınızdadırsa Call Manager Express-də destination pattern dial 1 idi, burada isə root pattern. Yəni biz burada verə bilərik 575 20 20. Təbii ki, bu biraz düzgün olmayacaq. Biz gərək bunu wildcard bitlə, yəni wildcard maska ilə tanıtmalıyıq. Misal üçün prefix 575-dir və 7 dənə rəqəm olmalıdır. Call Manager Express-də nöqtələr istifadə olunur, burada isə X istifadə olunur. Həmçinin burada bracket də istifadə ola bilər. Misal üçün 5-7, yəni burada ya olacaq 5, ya 6, ya 7 misal üçün. Və sonra da 1, 2, 3, 4 dənə X. Okey. Gateway düzgün seçmədik. Root class voice verə bilərik, yəni bu QoS üçün istifadə olunacaq və gateway listə seçirik düzgün listi. Vəssalam, save. Gəlin yoxlayaq. Bəlkə bu səfər işlədi. New call. Gördüyünüz kimi zəng getdi. Yəni biz indi hər bir tərəfdən o biri tərəfə zəng edə bilərik. Gördüyünüz kimi heç bir çətin bir şey yoxdur. Çox sadə bir konfigurasiyadır. İzlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.